tez bir vaxtda, bir ay içində, ay yarım içində maksimum həyatına gələn 3 yenilikdən danışaq. Gəl baxaq, bunlar nə ilə əlaqədardır? 3 yenilik, həyatına gələn 3 yenilik. Kartlarımda tələsir. Birinci yenilik. 2 dənə çıxdı, okey. İkinci yenilik və üçüncü yenilik. Birinci yenilik nə ilə əlaqədardır? Həyatına gələn xəyalının gerçəkləşməsidir. Bir arzun gerçəkləşəcək. Yəni çoxdandır, həsrətində gözlədiyin bir arzun 16 gün içində 1 ilə 6 vaxtlarda yenilənəcək. Bu nə ilə əlaqədardır? Bu maddiyatla əlaqədardır. Maddiyatla əlaqədar bir sıxıntın var və ola bilsin maddiyatla əlaqədar bir problemin var. Məsələn, pulunu kimdənsə ala bilmirsən və yaxud da ki, maddiyatla əlaqədar hansısa bir səndən haqsız yerə nə isə bir tələblər var. Hər nədirsə, bu məsələ sənin üçün xeyrisi ilə həll olunacaq. Sənə yardım gəlir, sənə kömək gəlir. Bilmirəm hardan, kimdən, uzaqdan gələn bir dəstək var maddiyatla əlaqədar. Bir xəyalın gerçəkləşəcək bu vaxt içində. İkinci yenilik nə ilə əlaqədardır? İkinci yenilik burada, belə deyim də, ev məsələsindən də əlaqədar ola bilər. Məsələn, ev sıxıntınız, ev probleminiz varsa, o həll olacaq. Və yaxud da ki, həyatına elə bir insan gəlir ki, yeni bir münasibət gəlir və bu münasibət sənin üçün stabil bir münasibət olacaq. Yəni, sevincindən havalara uçacağın bir təklif gəlir, münasibət təklifi gəlir, ilişki təklifi gəlir, evlilik təklifi gəlir və çox gözəl kartlar gəlir. Mən sənə deyim ki, münasibətində, hazırda hətta münasibətdəsənsə, o münasibətdən olduğun insandan sənə təklif gəlir, daha ciddi bir addım atmaq təklifi, elçilikdir və ya evlilikdir və ya heç kim yoxdursa da, bu vaxt ərzində, bir ay yarım ərzində yeni bir münasibət, yeni bir ilişki və həyatını tamamilə dəyişəcək bir ilişki gəlir sənə. Və burada ev məsələsindən əlaqədar sıxıntılarınız varsa, məsələn, evi satmaq, ev almaq və s. ev işi həll eləmək, o da əlində açar olacaq. Yəni, tezliklə həll olunacaq bu məsələ. Gəlb açar da qoyaq bu yana. Üçüncü yenilik nə ilə əlaqədardır? Üçüncü yenilik də burada bir münasibətlə, bir əlaqə ilə, belə deyim də, ilişki ilə əlaqədardır. Yenə də sadiqlik, sədaqətlik yenə ikisi də münasibətlə əlaqədardır. Bəli, sənin üçün keçmişdə olan bir insan gəlir, sadiq olmayan bir insan gəlir, hiyləgər, tülkülük eləmiş bir insan gəlir, hansı ki, xəyanət eləyə bilər, aldada bilər, yalan ola bilər. O insanın sənə geri dönüşü var, yeni bir arzularla, yeni bir xəyallarla, bəs onu qəbul etməlisənmi? Xeyr, onunla əlaqədar böyük bir gerçəklik ortaya çıxacaq. Kiminsə vasitəsilə onun haqqında bir gerçəklik ortaya çıxacaq. O insanla əlaqədar sıxıntın varsa, bu məsələ həll olunacaq. Yəni, sevinəcəksən, belə deyim. Sənə qarşı haqsızlıq eləyən bir insan. Demişdin ki, məsələn, ahın varsa, görəcəksən ki, ahın tutubdur, nə bilim, haqq ədalət yerinə oturubdur və bu insandan sənə xəbər gələcək. Bu xəbər səni də çox sevindirəcək və deyəcəksən ki, bəli, nəhayət ki, haqq ədalət öz yerinə oturubdur. Aldım, qəbul edim, ətrafı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxlayın.